Rəngarəng Marsa bənzəyən dağlar. Çox turistlərin minlərlə kilometr gəlib bu dağları görmək həvəsi. İndi isə bu dağlara özümüz yaxından baxacağıq. Gördüyünüz kimi dəmir mineralları və digər geoloji proseslər bu dağlara belə rəng verib. Çox maraqlıdır. Baxın, yəni belə əvvəlcə torpağa bənzəyir, amma təbii ki daha dərin qazsaq gəlib daşa çıxacağıq və bu süxurlar belə gördüyünüz kimi gah çəhrayı, gah qəhvəyi, gah da bəyaz olur. Yavaş-yavaş yuxarı qalxırıq ki, göydən mənzərə daha gözəl görsənir. Qalxmağına qalxırıq, amma düşməyə necə düşəcəyik? Mənə də maraqlıdır. Amma gözəl mənzərəsi var. Burada da belə değişikliklər var. Yəqin ki bu yağış yağanda belə drenaj rolunu oynayır. Su buradan axıb yerə gedir. Mən amma yəqin ki biraz da çıxacağım. Biraz düzdür, təhlükəlidir, sürüşə bilərəm. Amma yaxşı ki ayaqqabılarım belə sürüşkən deyil. Çox həvəslə çıxıram. İnşallah biraz düşə biləcəm. Ayaqqabılarım sürüşkən deyil. Amma lap təpəyə çıxmaq niyyətim var. İnşallah rahat da düşərəm. Çoxdanki arzum idi açığı. Lap təpəyə qalxmaq. Həmişə yaxınlara gəlmişəm, amma bu qədər çıxmamışdım. Amma demək olar ki təpədəyəm və belə bir gözəl görüntü. İndi düşməyə çalışırıq. Görək düşə biləcəyikmi? Hələ gəlib çıxmışıq. İnşallah ayağımız sürüşməz. Amma həqiqətən çıxmağa dəyərdi. Möhtəşəmdir. Maşınımız orada gözləyir. Görüntü möhtəşəmdir həqiqətən. Yavaş-yavaş çıxır, düşürük deyəsən. İnşallah yıxılmarıq. Demək ki, yolun yarısına gəlmişik yavaş-yavaş. İndi görək, hardan düşürük ki, daha rahat olsun bizim üçün. Hələ biraz varımızdır yol. Ümid edirəm siz də bəyənəcəksiniz. Kim arzu edersə gəlmək